Beyin və cinsi orqan arası olan bağlılığın pozulması kişilərdə ən çox özünü cinsi əlaqə zamanı boşala bilməmə, uzun çəkib, yorucu olma, cinsi aktdan zövq ala bilməmə kimi hallarla və əlaqə zamanı anidən sərtləşmənin itməsi, diqqət yayınan kimi və yaxud da hər hansı pozisyonda yaşayan kimi sərtliyin itməsi ilə özün biruzə edir. Ümumiyyətcə, boşala bilməmə kişinin orqazm həddinə tam çata bilməməsi, yəni cinsi aktdan 5 duyğu orqan vasitəsilə lazımı qədər həzzin ala bilməməsindən irəli gəlir və bu da kişidə uzun çəkmə, yorucu olma, boşala bilməmə halları, olduğu yerdə anidən sərtləşmənin itməsi kimi hallarla özünü biruzə edir. Belə problemlər daha çox bədəndə vacib olan vitamin mineralların çatışmazlığı, eyni zamanda beyin və cinsi orqan arasında olan sinir əlaqələrinin pozulmasından baş verə bilir ki, bu mütləq şəkildə, fərdi şəkildə danışılmalıdır. Problemin yaranma səbəbi düzgün şəkildə bilinib, ona uyğun, düzgün şəkildə profilaktika seçmək lazımdır. Bununla bağlı keçid edə bilərsiniz səhifəyə, orada bizim nömrəmiz qeyd olunub, daha ətraflı danışaraq məsləhətləşə bilərsiniz.